Samir Məqamı dəvət edir. Cənab Prezidentin Fəxri Heyvaniyyə Teatrolmuş, əməkdar məşqçi. Bugün bizim Cənab Prezidentimizin ad günüdür. İstəyirik siz sözlərinizin. Salamlayıram bütün məclisdə olan və bizim bu dəyərli Rauf qardaşımız buradadır, dəyərli qonaqlar buradadır, dəyərli sənətkarlar buradadır. Təbii ki, bizə Qarabağı bəxş edən başda Ali Başkomandan Cənab Prezidentimizə təşəkkür edirik. Qarabağı bizə bəxş edən şəhidlərimiz, Allah rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza Allah can sağlığı versin. Biz idmançılar da, biz məşqçilər də, biz Azərbaycan xalqı həmişə prezidentimizin yanındayıq, həmişə prezidentimizin arxasındayıq. Bu günləri Cənab Prezidentimizin doğum günüdür. Tural Sədalı, dəyərli sənətkar fədai, var olun. Biz bu vətəndə yaşayırıqsa, biz bu Azərbaycanda yaşayırıqsa, prezidentimizə sadiq olmalıyıq, millətimizə sadiq olmalıyıq. Sağ olun ki, sizə təşəkkür edirəm ki, prezidentimizi yad edirsiniz, çünki bizim borcumuzdur. Və bu günləri bu gözəl məkandan prezidentimizi təbrik edirik. 100 yaşasın. Yəni, Şah İsmail Xətaydan sonra dünyada öz ölkəsi birləşdirən yeganə sərkərdədir, yeganə prezidentdir. Yaşasın İlham Əliyev, yaşasın Azərbaycan xalqı, təbrik edirəm. Happy birthday to you. 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 Yaşasın Azərbaycan. Yaşasın Azərbaycan. Bir vesiyet etmişti ulu önderimiz. Karabağ azad olunduğunda biter eserimiz. Atanın emrini icra eylem rehberimiz. Geriler bir yana elan dedi ki yaşasın Azerbaycan yaşasın. Geriler bir yana elan dedi ki yaşasın Azerbaycan yaşasın.